Bu bilirsiniz nətərdir? Bizim insanlar, din bilirsən, başqa qurumdur bilirsən. Dinin qarşısına alanmazsa bunu hökumətlər qurubu özlədir. Bilirsiniz ki. Bunun din haqqında Mirzə Fətəlini gedib oxuyun, o mükəmməl deyib bu barədə. Mən sizə bir şey deyim, din də insanın bir yaşam formasıdır. Yəni açıq danışıram. Yaşam forması nədir? O insanın bir şeye inamı olmalıdır. Ya hökumətine inamı olmalıdır, ya dinine, başka yolun yoktur senin. Hiç neyin olmadan Allah'ını çağırırsa. Bu insanları mən qınamıram bu barədə. Amma onunla beraber o qaloş maloş çok, bu o demek ki o qaloş olan kənddə ziyalı yoktur. Müəllim də var, direktor da var, nə bilim nələr də var, həkimi də var, hamısı. Onlar o kendi başa salanmır ki, qaloşla adamın canından ağır çıxar, xəstəlik gedə bilər. Ayıbdır. 21-ci əsrdə bunun baş verməsi beni çok düşündürür. Açıq deyirəm sizə. Ayıbdır. Onu eləyən adama üçün də ayıbdır. Seyid deyirlər qardaşım. Seyid Məhəmməd Peyğəmbərin nəslindən olan adamlara deyirlər. Məhəmməd Peyğəmbərin nəslindən Səudiyyə Ərəbistanda 4 adam qalıb. Yəni bax o bilirsiniz bir krallıq da var, Abdullah idi. O da Məhəmməd Peyğəmbərin nəslindəndir. İndi qardaş hər kənddə 3-4 dənə seyid var. Hardan çıxdı ya bu? Bu nə seyiddir? Məhəmməd Peyğəmbər buraya mı gəlib? Cənab-ı Əli heç Azərbaycanda olub bu. Hayıbdır da. Cənab-ı Əlinin qılıncı 1 metrə yox da şimdi 2 ağızlı qılıncı olub. Bu həqiqətdir deyirəm mən sizə. Bu iki ağızlı qılıncla 1 metr olan şeylə o boyda dağı yara bilərmi? Və gəlib orada fikir verin siz. Ayıbdır bunlar hamısı. Eğer bu beləsə, mən bir dəfə də demişəm ki, insanlar Haçaqaya gedir. Qaya Haçadır, nə bilim orada at, nal izləri var falan var. Bu Buddizmdən qalan şeydir. Bizim əvvəlimizdə Buddizm olub. Bilirsən ki, sen onu bilirsən ki, Haç da bizimdir, Müsəlmanlarındır. Bizim Məhəmməd Peyğəmbərdən əvvəl bizimkilər Haçı onlar üstə gələk şəklində olub. Bunlar da biraz ayağını uzadı verir Rus xaçpərəstliyi və başqa xaçpərəstliyi. Amma mən sizə deyim ki, bunlar əgər, məsəl üçün, Haçaqayanı mən qəbul edirəm insan kimi, ona inamı var. İnam aparır onu. Amma bu o deməkdir ki, bütün insanlar hamısı, ya sən dövlətinə inanmalısan, ya Allah'ına inanmalısan. Heç əslində inanmasan olmur, yaşamaq mümkün deyil. Mən bunu yaşam forması kimi qəbul edirəm. Amma bunlar hamısı cahillik əlamətləridir. Geridə qalmaq əlamətləridir. 21-ci əsrdir. Niyə biz də hamıdan dala qaldıq? Niyə Türkiyə hamıdan dala qalmışdı? Bizimkilər mollaxanada oxuyurdu. İngilislər də deməli fizika dərsi keçirdi. Onlar bomba düzəldirdi. Bizimkilər Allah'ın məsəllah edirdilər. İndi gördün mü? Dini də birləşdirdilər Türklər və fizikanda yaxşı keçdilər. Həm də yüksək. Deməli bizim milletin başı çox işləyir, həqiqətən yaxşıdır. Amma bu cahillikdir hamısı. İnsanların sabahsızlığıdır. Orada o yerde ziyalının olmamasıdır. Gəl bizim kəndə götür görüm ona gider mi? Gəl mən sana qaloş vuracağım, lağa qoyacaqlar hamısı. Çünkü bizdə ziyalı var. Onu lağa qoy, gülərlər onu hamısı başı xarabsın. Qaloşa sürtmən önündə pul yığırlar orada bir-bir. Ayıp şeydir bunlar. Ayıp. Siyasetimiz de bir abır çaldadı, açıq deyirəm bizim. Xaricdə olan lobbilərə də sözüm budur. Söyməklə siyaset olmur. Sözüm var. Qanunlarınla hamısında girən ki, bak bu sözüm var. Mən siyasetçi deyiləm. Mən deyirəm ki, bütün Azərbaycanlılar düz olmalıdır, düzgün olmalıdır, Allah'ını tanımalıdır və xalqına xidmət eləməlidir. Bu dövlətimiz də düzəlməlidir. Başqa yolumuz yoxdur. Yoxsa məhvə gedirik biz. Bilmirəm, başa salabildim yoxsa? Bəli, Rəşid oldu. Bizim başımıza nə bala gəlibsə sabahsızlıqdan gəlib. Buradan mən bütün o xaricdə olan insanlara deyirəm, pul olan insanlara deyirəm. Çox xahiş edirəm.
Hiç olmazsa evlatlarınızı okudun yüksek seviyede. Ne pulunuz varsa okumaya koyun. Sabahtı olun. Ne bela varsa sabahtsızlığımızın ücbatından gelip bizim başına. Bütün devletlerin hamısının vazifesi ondan ibaret ki insanlar cahil olsun, onu idare etmeye hasan olsun kardeşim. Onların hoşuna gelir. Bence dalında duran özleridir. Siz onu bilirsiniz bilmirsiniz. Ama bayağı dedik ki İngilizler gittiler, daha fizika ders geçtiler, biz de cimcebercim okuttuk mektepte. Görürsem yadına gelir Pir eseri. Ha. Nerman olur. Ay kişi gelipler Şəmkirdə. Deməli əvvəlcə 18-ci də İngilislər gəlir ki, buradan neft çıxıb, nə gəlib burada Ruslar ondan qabaq 26 Bakı komissariyyat atmışdı, apardı, güllələdi orada. Bu haqqı hesabı bizdən çıxmalıydı İngiliz. İngiliz elə belə deyil, onun barmağı hər yerdədir, onu biləsən. Mən əsəri danışmaq istəmirəm, sizə konkret deyirəm. Gəlib Şəmkirin Pitdili kəndi olub, indi bilmirəm adını Moruqovlar nə dəyişirlər nəsə, o kənddə qıraqda bir ev var imiş. Gəlib evi pulunla alıblar. İçinə bir sandıq qoyublar bu evin. İçinə də 2 göyərçin atdılar. İçinə də İngiliz gəlir, alır da pulunu. Pulu mu yoxdur İngilizin? İçinə də dən tökür ki, bundan qidalansın. Ora bir-iki yerindən də deşir ki, hava alsın. Gəlir deyirlər, ha, pir çıxıb, ha, nədir? Axsaq adamlar sağalır, kör adamın gözü sağalır, nə bilim, a kişi. Dağıstandan bəri, Gədəbəydən bəri, nə bilim mən Qazaxdan bəri, Lənkərandan bəri insan tökülür, inək gətirən kim, düyə gətir, görüb o qədər qoyun olub ki, axırda. A kişi, axır deyib pul gətirir, xalça gətirirlər, evə. Əlini buraya qoy, əlini belə tıqırdanlar, o quşda orada deyir, aha, kim gəlib? Mehdi səhv zaman gəlib güya. Bu qədər də nadanlıq olar mı? Bu qədər də yerdə qalmışlıq olar mı? Gör, axırda Sovet dövləti qoşun yeridir, Sovet dövlətinin gələn vaxtı olur. Rus, İngilizdən qabağa düşdü, gəldi buranı işğal elədi. Yoxsa İngilizlər gəlirdi bura. O haypı almaq üçün 20-ci illərdə, 22-ci illərdə bu vaxtlarda olub. Gəlib, baxıblar. Hanı, haradadır Mehdi istəyib zaman? Sandığın açarı hanı yoxdur. Gəlib verib də sandığı, açarını da cibinə qoyub İngiliz, çıxıb gedib. Bunlar da pul yığır buradan. İngiliz də gedib hara gedib, nə bilməm. Gəlib baxanda görürlər, içində 2 dənə göyərçin var, içində dən var. Əsl Mehdi istəyib zamanınız budur mu? Bu nadanlıqdır. Millət olaraq orta məktəbi qutaran hər bir şəxs müəyyən qədər savada malik olmalıdır. Dini düz bilmək. Din, bilirsən, mən demişəm bunu bir neçə yerdə. Məktəb var, təhsil yox. Meçid var, din yox. Allah şükür, mən anladım oradan deyir ki, erməniyə silah verir. Mənə də xütbə oxuyur. Fətva verir, fətva. Fətva verir. Ayıbdır. Məni doluyursan, hə? Mollanın da o qədər pul olar mı ki? Mən ölüb gedirəm, daha bir də gəlməyəcəm bu dünyaya. 2 metr uzunluğunda, yarım metr enində qəbri mənə satırlar, ha kişi. Ha, bu torpağı heç kəs yaratmıyor Allah'tan başqa. Hökumət də yaratmıyor bunu. Nə deyirlər? Torpaq, ana vətən. Vətən, torpaq, nə bilim mən, məmləkət, hamısı bir yerdə, birdir də vətəni qorumaq lazımdır. Qoruyursa, niyə qardaş o məmurlar uşaqlar da qorumur? O iyi bir fikir edir, mən də qorumalıyam. Belə şeylər olmamalı. Biri də ondan ölsün ki, desin ki, Stalin oğlu öldü, aç Stalin oğlunu dəyişmədi. Ona görə dövləti saxlaya bilirdi. Bu belə olmaz, mən anlada bilməzsin, neysə. Kimin evladı getməyibsə 44 günlük müharibədə 3000-dən çox biz şəhid vermişik. Onlar da küçələrdə qalıb ailələri. Bunun qoy 1000 nəfərinin, 2000 nəfərinin evi olması, 2000 ev eləməyinə də ayıb deyil. Mən buradan o pullu adamlara deyirəm, o məmurlara deyirəm. Hərənizin 10 mininiz, 20 mininiz yoxdur, birinə bir balaca damxat kəsiniz. Ayıbdır da, bu millətə ayıbdır.
Ona görə deyirəm, dindən başqa şey yoxdur, bunu bizi birləşdirməyə. Yəni o dinini bilsəydi, Allah'ını tanısaydı, ona bir şey eləyərdi də. Eləmir. Qəsdən eləmir. Onlar qansızdırlar, onların Allahı yoxdur. Ya Allah'ını tanımalısan, ya hükümetini, heç asını tanımır bizimkiler. Çoxdur, vallahi mən açıq deyirəm. Bilmirəm ziyalıyam mı yoxsa yox mu? Vallahi hələ özüm də özümü bilmirəm. Bax, mənim bu içim yanır. Bu qədər Azərbaycanın xalqının bu qədər də problemi olar mı ki? Bir millət olaraq formalaşa bilmir ya ki. Bir yerə gələ bilmirik. Nə savadımız var, nə ağlımız var. İnstitutlarımız da var, tələbələri də var, hər şey var. Ortada heç şey yox da ki. Belə şey ola bilməz axı.